Salam millət, xoş gördük keçi. Mən sizə bu günləri Binance-da spot üzərindən necə gündəlik gəlir əldə etmək olur, onu göstərəcəm. Təbii ki, videoya keçməmişdən əvvəl kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Videonu bəyənməyi niyə görə deyirəm? Bu video mütləq sizin xoşunuza gələcək. Çünki mən sizə müəyyən nüansları göstərəcəm. O 70-80% dəqiq işləyir. Amma yenə də kriptovalyuta yüksək risk daşıyır deyə videolar yatırım tövsiyəsi deyildir. Bütün məsuliyyət öz üzərinizə düşür. Ona görə də qərar verməmişdən əvvəl ölçün, biçin, analiz edin hər yerdə. Ondan sonra işləmləri həyata keçirdin. İndi isə keçsək videomuza. Deməli, bizim balansımız var, misal üçün deyə $100. Biz istəyirik ki, günlük qazanc əldə edək spot üzərindən yalnız. Ticarət bölməsinə daxil oluruq. Və biz buradan istədiyimiz coin seçirik. Misal üçün, bu APT dilində mən də üzərinə basıram. Misal üçün, buraya yazıram XRP. XRP-nin üzərinə bir dəfə basırıq və qarşımıza belə bir göstəricilər çıxır ki, sizə bu yad deyil, tanışdır, siz bunu etmişsiniz artıq. Limit üzərinə basanda bazar, stop limit, stop bazar, sifarişi, izləmə stopu və s. Biz burada bazar əmri ilə əməliyyat aparacaq, amma necə aparacaq onu göstərəcəm. Bu bazar əmrini qoyandan sonra bura baxırsınız, burada indikator, yəni şamlar var. Bunun üzərinə basırıq bir dəfə. Qarşımıza belə bir səhifə çıxır. Deməli, bizim səhifədə düzəltməli olduğumuz 3-4 nüans var. Onu göstərəcəm. Şamlardan necə istifadə etmək lazımdır və hansı vəziyyətdə alım daha effektiv hesab olunur. Yenə də deyirəm, mən effektiv hesab eləsəm də bunu, sabahları xüsusi bir süni bir manipulyasiyada coin əksinə gedə bilər. Yəni bunu görmüşsünüz. Misal üçün Elon Musk Dogecoin tweet atan kimi avtomatik Doge qalxıb və 1-2 saat sonra yenə düşüb. Yəni belə bir situasiya olmasa normal işləyir. Deməli, biz bura girəndən sonra birinci növbədə biz XRP-ni xoşlayırıqsa favorilərə vururuq. Buradan ulduz işarəsində ki, hər dəfə axtarmayaq. Sonra biz qərar veririk ki, biz 4 saat ərzində alver edilmək istəyirik. Yoxsa bir gün ərzində edilmək istəyirik. Mən 4 saat effektiv hesab edirəm. Ona görə də buradan görürsünüz. Vaxt 15 dəqiqə, 1 saat və 4 saat yazılıb. Buradan daha ətraflı üzərinə basanda burada çoxlu variantlar var və siz 1 saniyə, 1 dəqiqə, 3 dəqiqə kimi əməliyyatlara girə bilərsiniz. Amma mən 4 saat qoyuram. 4 saatı qoyandan sonra düşürəm aşağıya. Burada görürsünüz. EMA var, MA var, BOL var. Biz burada konkret mən bu adlarını sadalamayacağım və hansıları qoymaq lazımdır onu göstərirəm. BOL üzərinə işarə qoyursunuz. Bax bu vəziyyətdə ağ yanır sizdə də. Yəni üzərinə basan kimi ağ yanacaq. Sonra biraz çəkirsiniz. MACD var, görürsünüz. Bunun üzərinə bir dəfə basırsınız. Sonra onun yanında RSI var. Bunun üzərinə bir dəfə basırsınız. Sonra sağa çəkirsiniz və Stock RSI var, görürsünüz. Stock RSI. Bunlar aktiv edəndən sonra yuxarı qalxırsınız biraz. Və burada əsas baxdığınız, siz aktiv edəndə burada vəziyyətin dəyişdiyini görəcəksiniz. Bu maksimum 2.17-4 saat ərzində gördüyüm bu orta direnci və bu minimum hal-hazırda düşmə ehtimalını göstərir. Deməli, siz burada baxırsınız, bunları qoyun qırağa. Yəni bunu mən sizə elementar başa salıram. Əsas bu deyil. Bura baxırsınız. Stock RSI. Bu 26 yazıb. Görürsünüz burada. Bu sıfırdan başlayır, 100-ə kimi davam edir. Və alım üçün ən effektiv hesab olunur 40-50 olanda. Yəni Stock RSI dəyəri 40-50-yə şişərsə alıma girmək lazımdır. 100-ə çatana və yaxud da 80-ə çatanda sən artıq sata bilərsən. Və bura baxanda sən görürsən ki 40-50-dir, düzdür. Burada baxırsan ki kəsişmə nöqtəsində sarı xətt bu bənövşənin üstünə keçsin. Üstünə keçərsə qalxma ehtimalı daha effektivdir. Siz bunu digərlərində də yoxlaya bilərsiniz. Yəni köhnə variantlara baxırsınız, görürsünüz. Burada sarı xətt bənövşəyini keçib, qalxıb, təzədən düşüb. Yəni sarı xətt daha effektivdir.
Və stok ESA-yə baxırsınız ki 50-dir və burada da baxırsınız ki bu bənövşəni biraz yuxarı kəsibsə, deməli alım effektivdir. Yəni yenə deyirəm burada konkret olaraq bütün risk sizin üzərinizə düşür. Mən sadəcə öyrədici və məlumat verici video çəkirəm. Sabahları siz gəlib deməyəsiniz ki, mən səni elə div elədim. Yəni mənim çəkdiyimi eləməyə də bilərsən. Amma özündə sınaya bilərsən. Yəni alım eləmə, amma gir sına, yoxla, gör nə dərəcədə effektivdir. Yəni mən özüm alanda bu prosesdən istifadə edirəm və yanılmıram da. Deməli, stok ESA-yə baxdım ki 40-50-dir və bənövşəyə xəttdə kəsişmə var. Deməli, burada vəziyyət yaxşıdır, qalxma ehtimalı var. Bu ESA-yə baxmırsan çox, yəni buradakı ESA 6 dəyərinə baxmırsan, burada da şamların görürsünüz hərəkət eləyib, misal üçün neçə şam saya bilərsən özündəki neçə şamdan sonra biraz qalxma verib, sonra düşmə, neçə şamdan sonra tədricən düşmə və yaxud da qalxma və özündə saya bilər, amma yenə də effektiv deyil də. Yəni oturub ona fikir və odaqlanmırsan. Konkret sən stok ESA dəyərindən baxırsan. Gördün ki 40-50-də alıma girdin və 80-ə çatanda artıq satış əmri verirsən. Niyə? Çünki bu 100-ə kimi davam edə bilər. Misal üçün 100-ə də sata bilər. Misal sən XRP-ni aldın 2 dollarda, qalxdı oldu 2 dollar 10 sent və sən satış əmri verdin. Çünki stok ESA gördün ki 80-ə qalxıb. Biraz getdi 85, 90, 100 oldu bu. Sən fikirləşsən ki, bu qalxır da mən satmışam, bir dənə təzədən alım. Alma. Niyə? Çünki 100-ə çatacaq və günün sonunda kriptovalyutada da gün tamamlanır gecə saat 4-də Azərbaycan saatı ilə. Gecə saat 4-də tamamlanır. Və gecə saat 4-də bu təzədən stok ESA təzədən sıfırlanacaq və təzədən başlayacaq. Ona görə sən harda satmısansa gündəlik bir əmr açırsan. Yəni az gözləyə getmirsən ki, mən qazanmışam, bu yenə də qalxacaq, yenə əmr açım. Yox. Sən iminidə bir coin üzərinə əmr açmaya bilərsən. Yəni sən XRP-də aça bilərsən. XRP-ni aldın deyək ki, gözləyirsən. Getdin DOG aldın, getdin PP aldın və s. və ilaxır. Yəni hansını istəsən, yəni bir neçə adda eləyə bilərsən bu prosesi. Yəni bu variantları izləyərək. Və sən 80-ə satdın, 100 oldu, gün tamamını sıfırlandı. Ondan sonra yenə də qərar verirsən ki, mən almağa dəyər yoxsa dəyməz. Yenə də 4 saata baxırsan. Sən əgər istəyirsənsə 1 saata, 1 günə, yenə də sənin şəxs seçimindir. Məsələn, sənin vaxtın varsa, sən gün ərzində baxa biləcəksənsə, izləyə biləcəksənsə, 4 saatdan əmr eləyirsən. Yox, izləyəmirsən, vaxtın yoxdur, 1 gün. Təbii ki, sən burada stop da qoya bilərsən ki, buradan al, buradan sat, amma konkret mən burada bazar əmrindən danışıram. O birisilərin sonra danışacağım. İndi həm də biraz səsim pis çıxır, yəni biraz xəstəyəm, üzrlə hesab eləyin. Ola bilər ki, bu videodan bilinər, indi ağlıma gəldi sizə bildirmək. Deməli, 4 saat, 1 gün, 1 saat, 15 dəqiqə, sən 5 dəqiqədə də əmr aça bilərsən. Bu konkret sənin öz seçimindən asılıdır. Əsas məsələ stok ESA-yə baxırsan, stok ESA-nın şişməsi və pul girişinin artmasıdır. Sən və burada baxırsan ki, 24 saatlıq həcm, görürsən 291 milyondur, yəni pul girişi. 24 saata baxsan, ən yüksək nə qədər olub? 2.08 sent olub. Minimum nə qədər olub? 1.96 sent. Baxırsan, təqribən fikirləşsən ki, artıq bunun dirənci 1.96-dır, maksimum 2.08 görüb. Əlavə bir təsirlər olmasa, bunun arasında gedib gələcək. Hal-hazırda stok ESA 27-dir. Məsələn, mən buna girəsi olsam indi 40-dan girərəm. 40 olanda stok ESA, bura al əmri verəcəm. Alın üzərinə basacam və misal üçün 50 dollara almaq istəyirəmsə 50 dollar yazacam. Daha doğrusu 50 dollar yazandan sonra mən müəyyən məbləğdə, yəni müəyyən sayda XRP-mi almış olacam və gözləyəcəm ki, stok ESA şişsin. Ola bilərsən 4 saatda alarsan, 4 saat ərzində, bir gün ərzində də bu dəyişiklik baş verməz. Coin bu cür kalibrasiya eləyər. Yalnız 2.05-nin qiyməti 2-4-ə düşər, 5-ə qalxar. Bu belə davam eləyər. Amma növbəti gündə yenə də dəyişiklik olacaq. Yəni günlük alver etmək konkret olaraq bu coinin gün ərzində yüksək sənə məbləğ verəcəyindən təminat vermir. Çünki niyə? Adamlar var, bura 10 dolların əməliyyata girirlər. 10 dolların sənə verəcəyi qazanc çox azdır, cüzidir. Sən gözlə görsənməyəcək və sən deyirsən ki, bu iş deyil. Ona görə də spotdan mütləq ən azı yəni pis vəziyyətdə 100 dollar, maksimumda nə qədər istəsən girirsən. Çünki nəyə görə? Məbləğ nə qədər çox olarsa, həmin məbləğin 2%-i
sənin üçün daha effektiv hesab olunacaq. Misal üçün, bir var 1000 dolların 2%, bir də var 20 dolların 2%. Bunların arasında böyük bir fərq var. Yəni sən avtomatik gün ərzində müəyyən gəlir əldə etmiş olacaqsan, böyük məbləğlə girərsənsə. Azla girərsənsə qəpik quruşdur. Yox, sən səbirli adamsan, sən okeydir, dözəcəksən, 10 dollarla əməliyyat apara bilərsən. Yenə də sizə xatırladıram ki, videolar yatırım tövsiyəsi deyildir. Məsuliyyət sizin üzərinizə düşür. Konkret olaraq ölçün, bitsin, qərar verin. Mən sadəcə yollarını göstərirəm ki, belə bir yollarda var, sınaya bilərsiniz. Amma yəni necə sınaya bilərsiniz? Konkret olaraq gördüyüm videonu qaçım eləyim söhbət yoxdur. Özündə sına, gör nə qədər effektivdir, başa düşdünüz nə demək istəyirəm. Çünki kriptovalyutaya yan təsirlər var. Əvvəlki dönəm deyil indi. Tam biraz fərqlidir kriptovalyuta. Yəni bu qədər. Başqa da bir burada məncə bir şey yoxdur. Həm də bir də bildirim ki, burada məlumat bölməsi var kriptovalyuta hansı ki coinin və burada məlumatlarına da baxa bilərsiniz, sayına, effektivliyinə, yəni bu coin burada görürsünüz ümumi tədarükü, dövriyyə təchizatı, yəni nə qədərdir, bazar kapitalı nə qədərdir. Bazar kapitalına baxırsan ki, 119 milyarddır, bunun pul girişi az olacaq. Bunun yüksək kalibrasiya eləmək üçün yüksək məbləğ lazımdır, yəni daha çox qalxmaq üçün. Hal-hazırda sən bunu real hesab eləmərsən, daha bazar kapitalı az olan coinlərə girib gündəlik daha çox gəlir əldə edə bilərsən. Yəni belə bir variantlar da var. Yəni hamısına fikir vermək lazımdır konkret olaraq. Mən sizə indi əsas ASI dəyərlərini göstərdim. O birisi prosesləri yavaş-yavaş sizə çəkib göstərəcəm. Hamısını birdən-birə çəkib göstərmək mümkün deyil. Çünki artıq video 11 dəqiqədir davam edir. Belə. Yenə də əlavə nəsə sualınız olarsa rəy bölməsində yazın. Mən çalışacağım bazardığım qədər. Yəni kimsə də daimi moment ilişib qalarsa Telegramdan Aliyev altdan xətt 614 yazaraq axtarış bölməsində mənimlə birbaşa əlaqə saxlaya bilərlər. Mən yenə də o insanlara baş sala bilərəm. Amma mütləq videoya baxandan, tam baxandan sonra mənə yazın. Çünki siz baxmadan mənə yazırsınız, mən videonun mənasız yeri çəkmiş oluram. Bu qədər. İnşallah növbəti videoda görüşərik. Sağlıqla qalın.